Mənə deyirlər ki, Şəbnəm xanım, niyə görə sizin bəzi hicablarınız bu qədər təkəbbürlüdür? Yəni biz hicabsızları görəndə bizimlə elə rəftar edirlər ki, bizim qəlbimiz qırılır. Yəni bir hicablı xanıma yaraşarmı bu cür təkəbbürlü olmaq, qəlb qırmaq? Yəni bizi əslində özlərinə çəkməlidirlər, əksinə uzaqlaşdırırlar. Bununla bağlı tövsiyəniz həmin o hicablı xanımlara. Allah razı olsun. Mən qeyd eləmək istərdim ki, bugün müasir dünyada yaşayırıq və demokratik bir dövlətdəyik. Dinimiz də demokratik bir dindir. La ikraha fid-dini. Dində hər kəs məcburiyyət yoxdur. Allah istədiyini düzgün yola yönəldir. Bu bizim dinimizdədir. Yəni dinimiz də demokratik bir dindir. Yəni müasir bir dindir, elm dinidir. Bütün dünya elmlərini özündə əhatə edən bir dindir. Və İslam sözü sülh, məhəbbət, bərabərlik, vəhdət bildirir. Və bugün bütün Avropa ölkələri, Amerikanın özündə, İngiltərədə, Fransada, Almaniyada, Böyük Britaniyada demək olar ki, sürətlə, çox sürətlə yəni müsəlmanlaşma, İslam dini sürətlə qəbul edirlər. Bugün orada çoxlu məscidlər tikilir. Hətta bir qorxu yaradır onlarda ki, bu İslam dini necə bu qədər inkişaf edə bilir bu ölkələrdə, xristian ölkələrində? Çünki xristian ölkələrində İslam dinini tam mənimsəyirlər. Onlar kimlərdir? Adətən alimlər, bilikli insanlar. İslam dininin bütün dinləri araşdırır, gəlir sonda görür ki, həqiqi elm dini İslam dinidir. Ona görə bunlar İslamı qəbul edirlər. Və İslam dini də qeyd elədim ki, azad, sülh dinidir, məhəbbət dinidir. Və İslam dininin də özünün firudin, usulidin olduğu kimi, yəni kökləri, budaqları olduğu kimi, həm də onun öz xüsusiyyəti var. İslam dininin xüsusiyyəti, özəlliyi ondan ibarətdir ki, birinci iman. Yəni mən inanıram ki, həqiqətən Allah var, Allahın yaratdıqları var. Bəqərə surəsində buyurulduğu kimi gözlə görmədiyimiz mələklər, digər varlıqlar, ölümdən sonra həyat məd var. Bu başı örtməmək, insanlığın örtü bizi örtə bilər. Ancaq bizim o xüsusiyyətlərimiz var ki, nəfs əmmarəmiz var ki, onu idarə etmək hər kəsə nəsibi qismət olmur. Hacı xanım, mən bunu demək istəyirdim ki, özüm şahidi olmuşam ki, bir hicablı xanım olub ki, hicabsız xanıma tənqid eləyib. Allah xatir tənqid olar, düzdürmü? Kənarda, qəlb qırmadan. Bir müddətdən sonra baxmışıq ki, həmin o hicablı xanım hicabsızdır. Artıq hicabını açıb, digər isə hicablıdır. Allah qorusun, Allah saxlasın. Düzdür ki, bizlər hicabımıza, məsəl üçün namazımıza, xidmətimizə arxayın deyilik. Allahın rəhmətinə, bir də Əhl-i Beytin kəramətinə gözümüzü dikmişik. Quran-ı Kərimdə hicab haqqında ayələr çoxdur. 3 ayəni mən gətirə bilərəm. Məsəl üçün, Nur surəsi 31-ci ayədə buyurulur ki, yəni qadınlar öz deməli görsənən yerlərini, yəni boyunlarını, ondan sonra bir dənə əllə üzdən başqa örtsünlər və örpəklərini sinələrin üzərinə örtsünlər. Bugün çox bir dəqiqə mən işdən mübahisə edirlər ki, İslamda örpək söhbəti yoxdur. Yəni baş sözü yoxdur, orada işlənmir. Yaxşı, burada örpək söhbəti işlənmirsə və deyirlər ki, sinəni örtmək üçün o əsasən o ayə nazil olub. Mən üzr istəyirəm, deyir könnək deyəndə nə başa düşürük? Könnək geyinirik. Paltar deyəndə bədənə geyin. Saçınız, qulağınız, boynunuz, görsənən yerləri örtün, belə deyir də. Yəni, əliniz üzünüz qalsın və sinənizin üzərinə örtün. Bugün əsas məsələ deyirlər, sinəni örtmək içindir bu ayə. Eybi yoxdur. Keçirik Əhzab surəsi, deməli, 59-cu ayəyə. Peyğəmbərimiz buyurur, Quranda buyurulur. Mömin kişilərin qadınları, mömin qadınlar, başlarınızı örtün, hətta bürünün. Bürünün sözü gedir orada. Bir çox təfsirlərə baxa bilərlər. Məsəl ki, mən əsasən işlədirəm Şəkəvinin 1905-ci ildə onun kitabı çıxıb.
kitab Quran təfsiri mən əsasən onu işlətirəm. Məşəkavinin bir də mən çox işlətdiyim, deməli çox maraqlandığım türklərin mürşid proqramı var. O mürşid proqramı 13 il ərzində dünya alimləri, türk alimləri də onun içərisində bütün dünya kitabxanalarını gəziblər və orada İslam tarixi, imamlarımızın tarixi, peyğəmbərlərimizin tarixi, Quranın ayələrinin açıqlanması açıq-aydın orada yazılır. Və burada hətta onlar qeyd edirlər ki, bürünmək deyəndə qadının bürünməsini, çünki bizim yaranışımız fərqlidir kişilərdən, düzdürmü? Biz nə üçün bürünməliyik? Çünki istər qadın olsun, istər kişi olsun, həsəd hissi, paxıllıq hissi, ondan sonra cürbəcür hisslər insanlarda oyanmasın. Bir də Quran-ı Kərimdə birisi 28 hərf var və oxşar hərflər çoxdur bunların içərisində. Quran-ı Kərimdə deməli həm kişi cinsi, iki cinsdən ibarətdir. Yəni qadın cinsi, kişi cinsində gəlir sözlər. Quran-ı Kərimin özündə demək olar ki, bütün Quran kişi cinsində nazil olub. Bəzi sözlər var ki, kəlmələr var ki, qadın cinsində qutarır və o kəlmələrin sonunda, kişi cinsində gələn kəlmələrin sonunda tə hərfi açıq, ağzı açıq belə, üstündə 2 nöqtələ yazılır. Ancaq qadın cinsində gələn kəlmələrin sonunda təmərbuta deyilən tə hərfindən istifadə, həmin tə hərfidir. Sadəcə onların yazışı fərqlidir və kəlmələrin sonunda gələndə həmin hərf demək olar ki, başa aşağı bağlı yapışır o birisi sözlərə, sonunda gəlir. Ancaq tək gəldiyi zaman bütöv, yəni bütövlənmiş bir şəkildə. Bizim Quranımız bunu bizə bildirir ki, qadın, yəni əgər ailəsi ilə birlikdədirsə, ailəsini sonda başı örtülü, yəni başı aşağı, təqvanla, namusla ailəsini qorumalıdır, yoldaşını qorumalıdır. Ondan sonra özünü qorumalıdır. Əgər qadın artıq təkdirsə, bütövlükdə, təkdə, hər tərəfli özünü qorumalıdır. Qadına İslam dinində böyük dəyər verilir. Düzdür, yazılır ki, fiziki cəhətdən, bir də maddi cəhətdən kişilər qadınlardan üstündür. Ruh cəhətdən, cihad cəhətdən qadınlarla kişilər bərabərdir. Məsəl üçün, Firudun dində cihad buyurulur. 3-cü maddədir, cihad. Cihad nədir? Kişilər müharibə eləməlidir, vətənini qorumalıdır, ailəsini qorumalıdır. Qadın nə eləməlidir? Bəs qadının cihadı nədir? Onun, yəni ona buyurulan əmr nədən ibarətdir? O daha böyükdür. Daha böyükdür, həm ailəsini qorumalıdır, həm uşağını böyütməlidir, həm işləməlidir, ali təhsil almalıdır ki, cəmiyyət yetişdirir qadın. Allahdan sonra ikinci yaradan və cəmiyyəti yetişdirən qadındır. Ali təhsilli olmalıdır. Vallahi bizim nənələrimiz ali təhsilli olmayıb, ancaq onlardakı olan elm bəlkə də heç kəsdə olmayıb. Düzdürmü? Hər şey onlar öyrədiblər bizə, nənələrimiz öyrədiblər bizə. Və qadının cihadı kişinin cihadından daha böyükdür. Qadın hər şey haqqında düşünür. Ən birinci də qadın öz namusu haqqında düşünməlidir. Yoldaşı haqqında fikirləşməlidir. Ailəsi haqqında düşünməlidir. Qadın böyük varlıqdır. Cənnət qadınların ayaqlarının altındadır. Ancaq biz qadınlar bir gün demək olar ki, əgər İslam dinini tam mənimsəsək, İslam dinini tam öyrənsək, bizim bugünkü gənclərimiz, qızlarımızın düşüncələri, gəlinlərimizin düşüncələri tam fərqli olur. Bütün elmlər İslam dinindədir. Xanım, baxın, mən nə demək istəyərdim? Düzdür, bu mənim öz fikrimdir. Mən uzun müddətdir artıq gördüklərimə əsaslanaraq mən insanlara hicabına, namazına görə qiymət verirəm. Mənim üçün vacib olan əhdə vəfalı olmaq, əmanətdar olmaqdır və biz hicablılar elə özümə aiddir. Bugün hicabdayıq, mən keçən dəfə vurğuladım. Hicabdayıq, amma qeybət var, abır aparmaq var, həsəd var ki, bütün qəbahətlər ki, Allah bəyənmir, hamısı bizdə var. İndi biz bəzilərdə heç bilmir. Baxırsan, kamil hicabdadır, amma bütün o qəbahətlər ki, Allah bəyənmir, hamısından məşğuldur. Siz bizlərə nə nəsihət, məsəl üçün belə deyim ki, məsləhətiniz nədir? Hansı kitabı oxuyaq? Bayaq vurğuladınız ki, Cihad-ı Əkbərlə bağlı, Əmmarə nəfslə bağlı. Hansı kitabı oxuyaq? Neylərdən çəkinək? Zəhmət olmasa bununla bağlı bizə tövsiyəniz. Bəli, biz qadınlar
biz qadınlar, ümumiyyətlə istir qadın, istir kişi bu dünyaya imtahan olunmaq üçün gəlmişik. Və bir saydığınız bütün o sözlər, mövzular bir imtahan vasitəsidir ki, Allah Teala bizi imtahan eləyir. Bu dünyaya gəlişimizin səbəbi Zariyat 56 ibadət itaət etmək üçün gəlmişik. Ancaq ibadət itaət deyil. İbadət etdim. Mən başımı bağlayıram, namaz qılıram. Ancaq mənim dilim, gözüm dayanmırsa, mən yəni idman eləyirəm də, belə deyim sizə, oruç tuturam. İbadət itaət deyil. İbadət bilirsiniz nədən ibarətdir? Bu dünyaya gəlməyimizin məğzi nədən ibarətdir? Mənim insanlara qarşı və yaxud dedim münasibətimdən, özümə qarşı münasibətimdən ibarətdir. Və mən o biri dünyaya, bu dünyaya gəlməyimin səbəbi mənim ruhumun nə idi? Yəni inkişafı üçün ki, mən əbədi dünyada məqam qazana bilim. Bu imtahan dünyasıdır, düzdür. Ancaq yenə ibadət itaət deyil. Əgər biz geyimimizə, sözümüzə, dilimizə riayət eləyə bilmiriksə, o ibadət yəni sayılmır demək olar ki. Hər kəsin özü üçündür, ibadətin də özün, itaətin də özün üçündür. Ancaq gəlməyimizin bu dünyaya məğzi əbədi dünyamızı əməl aparmaq və gözəl niyyət aparmaqdır. Mən tövsiyəm o olar ki, düzdür, biraz böyük çıxmasın. Məsələn, 5 kitabı mən hazırlamışam dinimizin inkişafı üçün. Bu 5 kitab nədən ibarətdir? 5 kitabda demək olar ki, irfan elmi, təsavvuf elmi haqqında duyğularımızın idarə olunması, nə üçün mən şəmatət eləyirəm? Hansı duyğunun, hansı nəfsimin, hansı rəzalətidir ki, mən qeybət eləyirəm, eyibçilik eləyirəm? Yəni, buna psixologiya elmi deyilir və bu biz elmi əgər öyrənsək, yəni yenə də sözümü canı odur, biz İslam dinini tam öyrənsək, İslam dinində psixologiya var, təchiz elmi, tibb elmi var, İslam dinində kainat elmləri var. Biz dinimizi öyrənmək istəmirik.